qulaq as dostum, ev şəraitində zala getmədən. Belə bomba trisepsə nail olmaq istəyirsənsə, məhz bu videoya bax. İnşallah mən sənə göstərəcəm, nətər eləmək lazımdır. Sən də eləyərsən. Biz isə bismillahla başlayırıq. Deməli dostlar, birinci, əlləri qoyuruq, baş əl səviyyəsində gedir. Bax belə. Dirsəklər açıq vəziyyətdə yox, belə yox. Dirsəkləri içəri sıxırıq. Bax bu qaydada getdik, qayıtdıq. Sırf trisepsi işlədirik. Mən sizə bunu nümunə olaraq göstərirəm. Siz isə 3 və ya 4 podxod eləyin. Bir dənə stul götürürük inşallah. Bax bu şəkildə. Və getdik. Bax bu cürlə triceps işləyir. Beləncə asan görsənə bilər, amma 3-4 podxod bunları pat kontrolünü eləsən, pat kontrolünü nə deməkdir? Yəni ki, yavaş, qəşəng, yavaş. Bax, bayaq göstərdiyim, fikir verin. Baba, yavaş. Qəşəng, baba, tələsmədən, baba. Bax, belə. Bunu da həmçinin tələsmədən eləsəz, sıxsaz, qəşəng. Görəcəksiniz ki, həqiqətən də moşnu bir şeydir də, yəni. Üçüncüsü də ki, dostlar, mən sizə zabifka üçün belə bir şey göstərəcəm. Bir dənə buna baxın, dostlar. Bax, 2 dənə beləncə halqalı probkadır. 10 santlıq deşik açırsan, basırsan onu divara, heç neçədir, bəlkə 5-6 manatdır da hardasa belə. Lapatka alırsan 2 manat 50 qəpiyə. Mənə elə gəlir ki, inşallah düzüb qoşa bilərsiniz bu momentləri. Bir dənə də zamok alırsan. Bax, beləncə karabindir. Göstərim sizə. Yəni, belə ola bilər, başqa karabin ola bilər. Amma yaxşısını alın ki, yumru olsun. Bir dənə şkurka ilə bunu qəşəng şkurka alırsınız ki, əlinizə heç nə batmasın. Yəni, narahat olmayasınız. Sonra da götürürük jgut. Jgutlar da müxtəlif növlər olur da, yəni nazik, qalın, sredni. Keçirdiniz bura. Bunu bir dəfə alacaqsınız, dostlar. Hara getsəz də sizləndir də, yəni. Jgut elə qəşəng şeydir ki, hara getsəz sizləndir. Keçirdiniz bunu belə. Götürdük belə, bismillah. O göstərdiyim 2 dənə idman hərəkətini, 3-4 podxod, pat kontrolünü qəşəng eləsəz, bu da axırıncıdır da. Bunda uluyacaqsınız da, yəni. Bax belə. Bax belə. Yəni, sizə konkret deyirəm ki, bu siz nə edir? Partladır da, yəni. Yəni, bunları eləsəz, faktiki görəcəksiniz. 3-6 ay ərzində dayanmadan. Yəni, dayanmadan nə deməkdir? Hər gün eləmək də bir şey deyil. Hər gün yalnız bir dənə idman hərəkət eləyə bilərsiniz. Məsəl üçün, bugün triceps, sabah biceps, o biri gün ayaq, o biri gün bel. Bu şəkildə, Amma kombo eləyirsinizsə, məsəl üçün, bel, triceps, çiyin, ayaq, tutam ki, sinə, əl, elə eləyirsinizsə, bir gündən bir məşq eləyin. Bir gündən bir əzələ istirahət eləməlidir. Bunu unutmamalıyıq. Suyu için bol eləyin suyu. Meyvə tərəvəz bacardığınızdan da, yəni. Evdə nə tapırsınız ondan. Çox yeməyin. Çalışacağım sizə daha çox, daha maraqlı idman hərəkətləri göstərim. Özünüzə yaxşı baxın. Görüşərik inşallah. Kanala like, abunə.